по вот смотрите, я соединила, что у нас получился? Муравей. Муравей. Оно разносит что? Инфекцию. Так. Hörmətli müəllimlər, bugünkü mövzumuz bağçalarda tətbiq olunan tualet təlimi ilə əlaqədardır. Biz uşaqlarda tualet təliminə nə zaman başlamalıyıq? Uşaqlarda tualet təliminə 18-24 ayda başlamağımız daha məqsədə uyğundur. Bəs nə üçün bu yaşda bu aylarda başlamalıyıq? Çünki bu aylarda uşaqlarda sidik əzəlləri daha yaxşı inkişaf etmiş ola bilər və uşaqlar artıq kiçik əmrlər, yəni bizim qeyd etsək, kiçik komandaları daha yaxşı anlayırlar. Əgər uşaq anlaya bilirsə başlayırıq. Kitabı gətir, qələmi mənə ver, topu at, get, gəl, bu kimi komandaları anlaya bilirsə artıq deməli uşaq bu təlimə hazırdır. Və uşaqda zehni və motor bacarıqlarını inkişaf edirsə, artıq biz bu təlimə başlamalıyıq. Nədir zehni motor bacarıqlar? Uşaq öz düymələrini aça bilirsə, şalvarını soyuna bilirsə, geyinə bilirsə, qarışıq tuta bilirsə, artıq bu bacarıqlar bu uşaqda formalaşırsa, deməli bu uşaq tualet təliminə hazırdır. Amma buna baxmayaraq, bəzən biz valideynlər bildirirlər ki, uşaq 24 aylısa artıq mütləq başlamalıdır. Mütləq başlamalı diye bir şey yoxdur. Hər uşaq fərqlidir. Bir ailədə iki uşaq belə bir-birindən fərqlidir. Hər bir uşağın psixoloji inkişafı, fizioloji inkişafı fərqli olduğuna görə biz yoxlaya bilərik. Bir həftə, 2 həftə şans veririk. Həm valideyn, uşaq, müəllim bir yerdə işləyir, daha yaxşı bilirsə. Bir yerdə işləyirik. Изучать то, что, например, урок должен был основаться на опыте, на исследовании, что, например, дети должны учиться сами делать какие-то опыты, исследования, видеть это, руками почувствовать, конечно. Они должны, например, если мы можем размешать цвета, например, красный с белым, какой цвет они получили, они сами это увидят, исследуют, попробуют, как это делается, и им будет очень интересно изучать свой урок. Və psixoloji idarə olunmasında əsas məsələlər nələr götürməliyik? Deməli, burada yalnız uşaqların sakit oturması və yaxud da ki, müəllimin qaydalarını yalnızca tabe olmasını əsas götürmürük. Uşağın müstəqil olması, öz hərəkətlərini özü müstəqil şəkildə idarə etməsidir. Eyni zamanda verdiyimdə qrupda təhlükəsiz bir şəraitin yaradılmasıdır, emosional baxımından təhlükəsizlik yaradılmasıdır. Daha sonra elektron dəstək vəsaitində nağıllar tətbiq olunur. Bundan savayı olaraq şəkil üzrə iş, yəni uşaqlar şəklə baxaraq nağılların arzularını özləri qeyd edirlər. Rollu oyunlar təşkil olunur, hansı ki bu əsasən böyük yaş qruplarına təşkil olunur. Uşaqlar həmin obrazları verində içinə daxil olaraq onun xüsusiyyətlərini yaxşı və pisi ayırd etməyə bacarırlar, onun dialoqlarını canlandırırlar. Kukla teatrının aktyorlarını baxdığımıza dəvət edirik. Uşaqlar həmin tamaşanı izləyirlər və beləliklə mövzunu daha dərindən mənimsəmiş olurlar.
Məsələlərlə xəbərdarlıq etməyinizə baxmayaraq, uşaq yenə də 3 yaşı da ola bilər, 5 yaşı da. Yəni o uşaq özünü idarə edə bilmir. Təbii ki, tək bu texnika uşağın davranışını tam olaraq idarə edəmir, amma idarə olunmasında kömək edir. Əgər biz bir uşağın davranışını idarə etmək istəyiriksə, öyrətmək istəyiriksə daha doğrusu, ona təbii ki, bir-iki texnika ilə düzəlməli deyə bilməlidir. 10-15 texnika tətbiq olunur, hansı ki, bu da onların içində ola bilər. Ayıq dediyiniz güzgü texnikası əslində gözəldir, smiley texnikası yaxşıdır. Bir də var çəkiliş, uşağın davranışını kənardan izləyib çəkmək. Ən əsası da odur ki, uşaq mətbəxdə yemək yeyəndə boğazında tikənmi və ya sümükmü qala bilər. Bu halda biz nə etməliyik? Yəni bunu hamımız bilməliyik. Uşağın arxa tərəfini öz qarnımıza dirəməliyik. Sonra göbək ətrafından yuxarı 4 sm yuxarı, hansı ki, göz qəfəsi yumşaq olan hissəsindən. Bu istiqamətdə bir əl alından, bir əl arxadan sıxmaq lazımdır ki, beyin qan dövranında narahatçılıq əmələ gəlməsin, kəllə beyin travması olmasın.